Axşamınız xeyirli olsun dəyərli ARB tamaşaçıları. Diqqət efir olaraq bugün də sizə gündəmin nəbzini tutmağa çalışacağıq. Sosial və siyasi hadisələrdən tutmuş gündəlik həyatınıza təsir edən vacib mövzuları dək hər şeyi birlikdə nəzərdən keçirəcəyik. Başlayırıq. Bu həftə baş tutan Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfəri mühüm tarixi və siyasi əhəmiyyət kəsb edir. Yeni dünya nizamının formalaşdığı bir dövrdə Azərbaycan-Çin münasibətlərinin inkişafı həm bizim regionumuz, həm Çin, həm də qlobal cənub üçün yeni imkanlar vəd edir. Azərbaycanın bu əlaqələrdə müstəsna rolu isə daim güclənməklə yanaşı ölkəmiz üçün ciddi iqtisadi fayda da verəcək. Bu baxımdan Azərbaycanın Çinlə münasibətləri daha da inkişaf etdirməsi təbii və vacibdir. Mərahim Nəsib mövzunu yerli və xarici ekspertlərlə təhlil edib, gəlin izləyək. 2024-cü ilin iyulunda Astanada Azərbaycan ilə Çin arasında strateji tərəfdaşlığın qurulması haqqında birgə bəyannamə qəbul olunub. Aprelin 23-də isə Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində Azərbaycan ilə Çin arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında birgə bəyanat imzalanıb. Bununla da Azərbaycan ilə Çin arasında münasibətlərin səviyyəsi daha da yüksəlib. İkitərəfli münasibətlərdə malik olduğumuz potensialı həm siyasi, iqtisadi münasibətlər nöqteyi nəzərindən, həm müqavilə hüquq bazası nəzərə almaqla münasibətlərimizin uğurlu perspektivə malik olmasını əminliklə deyə bilərik. Burada ilk növbədə siyasi liderlər arasında olan etimada əsaslanan dialoqu vurğulamaq istəyirəm. Bu sənəddə də öz əksini tapıb ki, strateji orientir olaraq dövlətlər arası münasibətlərdə dövlət başçılarının diplomatiyası üstünlük verilir, əsas götürülür. Eyni zamanda xalqların seçdikləri və xalqların seçimi olan milli şəraiti nəzərə alan, milli şərtləri nəzərə alan inkişaf yolunu qarşılıqlı şəkildə dəstəkləyirlər. Azərbaycanla Çin arasında siyasi, iqtisadi, ticari, mədəni, humanitar istiqamətlərdə əməkdaşlıq kifayət qədər geniş əhatə dairəsinə malikdir. Prezident İlham Əliyevin və Çin Xalq Respublikasının sədri Xi Jinpingin iştirakı ilə Azərbaycan-Çin sənədlərinin imzalanması və bu sənədlərin spektrinin genişliyi də bunu deməyə əsas verir. Bununla yanaşı Bakı və Pekin çoxsaylı beynəlxalq təşkilatlar, o cümlədən BMT, Şanxay Əməkdaşlıq Təşkilatı və digər təsisatlar çərçivəsində qarşılıqlı dəstəkdə ehtiva olunan əməkdaşlıq təcrübəsinə malikdir. Həmçinin Azərbaycan və Çin daim bir-birlərinin ərazi bütövlüyü və suverenliyini dəstəkləyib, hər iki ölkənin terrorçuluq, radikallıq və separatçılığa qarşı birgə səyləri qəti xarakterə malik olub ki, bu da iki ölkə arasındakı münasibətlərin əhəmiyyətindən xəbər verir. Qeyd etmək lazımdır ki, 90-cı illərdən bizim bu əlaqələr inkişafdadır. Ulu Öndər Heydər Əliyev 90-cı illərin ortasında Çinə səfər etmişdir və ondan bəri bizim əlaqələr siyasi sahədə, iqtisadi sahədə inkişafdadır. Artıq biz görürük ki, Çin də oradan da qlobal gücdür və hətta heç hər hansı bir təzyiqlərə də belə bilirsiniz, geri çəkilmir. İqtisadi cəhətdən bizim qeyri-neft sektorunun inkişafı üçün Çinlə tərəfdaşlıq etmək hər tərəfdən vacibdir. Bütün bunları nəzərə alsaq, Azərbaycanın iqtisadi siyasətinin mühüm istiqamətlərindən biri kimi orta dəhlizin inkişafına və şərq-qərb arasında nəqliyyat daşımasının vacib hissəsinə çevrilməsinin təsadüfi olmadığını deyə bilərik. Mühüm nəqliyyat dəhlizlərinin keçdiyi ölkəmiz tərəfdaşlarının lazımi etimadını qazanıb. Prezident İlham Əliyevlə görüşdə Çin liderinin də ifadə etdiyi kimi, Pekin Azərbaycanın Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri üzrə müşavirəyə sədrliyindən məmnundur. Həmçinin Çin COP29 çərçivəsində Azərbaycanın fəaliyyətlərini yüksək qiymətləndirir. Çinin Azərbaycanın suverenliyinə hörmətlə yanaşması təşəbbüsü olduğu bir kəmər, bir yol layihəsində ölkəmizin iştirakına önəm verməsi və digər məqamlar da maraqlarımıza cavab verir. İki ölkə arasında nəqliyyat imkanlarının inkişaf eləməsi təkcə Çin məhsullarının ölkəmizə idxalına deyil, həmçinin Azərbaycan məhsullarının Çin bazarına çıxarılmasına da mühüm şərait yaradır. Azərbaycan stratejik önemi nedeniyle demiryolu ve karayollarına verdiği önem kadar aynı zamanda Hazar'da limanlarını geliştirerek de bu konuda ne kadar hazırlıklı olması gerektiğini bilerek davrandığı görülmektedir. Lojistik merkezi olma ve ikmal yollarının orta noktasında bulunan Kuzey-Güney koridoru ile Doğu-Batı koridoru ile orta kuşaktaki konumu Azerbaycan'a
bu konuda hazırlıklı olmaya sevk etmektedir. Ve Azerbaycan yönetimi de bu konuda hazırlıklarını her geçen gün emin adımlarla daha da geliştirmekte olduğu ortaya çıkmaktadır. İki ölkə enerji, nəqliyyat, rabitə və digər əsas sahələrdə sıx əməkdaşlıq qurub. Qarşılıqlı maraqların genişlənməsi və infrastrukturun inkişafı fonunda Çin və Azərbaycan arasında gələcək əməkdaşlıq perspektivləri daha da ümidverici görünür. Orta dəhlizin açar ölkəsi heç şübhəsiz ki, Azərbaycandır. Dövlət başçısı İlham Əliyevin Çinin Sinxua agentliyinə verdiyi müsahibədə də göstərdiyi kimi, Azərbaycan ilə Çin arasında əmtəə dövriyyəsinin həcmi 2024-cü ildə əvvəlki illə müqayisədə 20%-dən çox artaraq 3 milyard 744 milyon dollar təşkil edib. Azərbaycanın Çinə ixracı isə təxminən 25 milyon dollara bərabər olub. 2025-ci ilin birinci rübündə isə ticari dinamika daha da artıb və ötən ilin eyni dövrünə nisbətən 37% çoxalaraq 1 milyard dolları keçib. Ümumilikdə Çin Azərbaycanın 5 ən böyük ticarət tərəfdaşlarından biri olmaqla 4-cü yerdə qərarlaşır. Cənubi Qafqazda isə birinci tərəfdaşdır. Çinin bu region ölkələri ilə ticarət mübadiləsinin 70%-ə yaxını Azərbaycanın payına düşür. Çin və Azərbaycan hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi çərçivəsində onlarla sənəd imzaladılar. İki ölkə arasında viza rejiminin ləğv edilməsi isə region və Azərbaycan xalqı üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki Pekin və Bakı arasında strateji tərəfdaşlığın dərinləşməsi Cənubi Qafqazda müsbət dəyişikliklərlə yadda qalacaq tarixi məqamdır. Tərəfdaşlığın dərinləşdirilməsi çərçivəsində nəqliyyat və ticarət sahələrinin inkişafına dair də sazişlər imzalanıb. Təbii ki, Qafqaz regionu və ölkələrimiz bundan əlavə siyasi fayda əldə edəcəklər. Çinlə strateji tərəfdaşlıq Cənubi Qafqazda sabitliyə və sülhə töhfə verəcək. Bu saziş həm də regiona öz iqtisadi potensialını tam açmağa imkan verəcək ki, bu da əhalimizin sosial rifahına müsbət təsir göstərəcək. Görüş iki ölkə arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığı daha da dərinləşdirdi. Biz iki ölkə arasında tərəfdaşlığın gələcəyinə tam inamla baxırıq. Onu da qeyd eləmək yerinə düşər ki, 2019-cu ildə Pekində keçirilən ikinci Bir Kəmər Bir Yol Beynəlxalq Əməkdaşlıq Forumunda Cənubi Qafqazı təmsil edən yeganə dövlət başçısı Prezident İlham Əliyev olub. Çin lideri Xi Jinpingin qlobal təşəbbüsü olan Bir Kəmər Bir Yol strategiyası üzrə Azərbaycana yüksək dəyər verməsi həm də dövlətimizin başçısına olan yüksək etimaddan xəbər verir. Bu baxımdan dünyanın ən güclü iqtisadi imkanlarına malik ölkələrdən biri olan Çinlə coğrafi məsafə uzun olsa da əlaqələri gücləndirmək Azərbaycan dövlət başçısının siyasi uzaqgörənliyini bir daha təsdiq edir. Çin Xalq Respublikası imzalanmış sənəddə Azərbaycan Respublikasının regiona yönəlik siyasi gündəliyinə, sülh gündəliyinə dəstək verdiyini açıqladı və burada hər hansı geosiyasi oyunlara yer olmadığı hər iki tərəfdən, necə deyərlər, rədd edildi. İkitərəfli münasibətlərimizdə ağırlıq tranzit, logistika və iqtisadi, ticari münasibətlərlə bağlıdır. Bunu hazırki malik olduğumuz geosiyasi və yaxud da ki, beynəlxalq hadisələr də necə deyirlər, intensivləşdirilməsinə töhfə verir. Bizim geosiyasi cəhətdən də Çinlə əlaqələrimiz, ümumiyyətlə Asiya ölkələri ilə biz görürük, bir sıra ölkələrlə əlaqələrimiz genişlənir. Çin hər hansı bir məsələyə hansı bir belə deyək, imza atanda bu məsələnin hər tərəfli yanaşır. Əgər biz bu səviyyəyə gəlib çatmışıqsa, deməli Çinin Azərbaycanla bağlı müəyyən bir müsbət mövqeyi var. Bir sözlə, Azərbaycan və Çin qlobal səviyyədə yeni imkanları səfərbər etməklə əməkdaşlıq mühitinin möhkəmlənməsində vacib rol oynayırlar. Bu baxımdan iki ölkə arasındakı münasibətlərin inkişafı istər qlobal inteqrasiya, istərsə də investisiya mühitinin canlanması baxımından strateji xarakterə vacib əhəmiyyətə malikdir.